Salam əzizlərim, sifət bölməsinin ikinci hissəsinə baxırıq. Yəni regular, comparative and superlative formlara baxırıq. Sifətlər pozitiv, comparative və superlative baxaq görək burada nə deyir. Of one's syllables and are is məsələn nice pozitiv mənadadır. To form the comparative and superlative forms of two syllables ending in ly, u, w and also add er, is or two or more syllables take more and most. Pozitivdən nice, comparativdən nice, superlativdən nicest, cold, colder, coldest, big, bigger, biggest. Pozitivdə bu da nümunə göstərir. Sonu baxın sonu ia, est şəkilçilərinə baxırıq ki, busy sözünü götürürük. Onu busyyə, zambusyyə, busiest superlativdə işlədir. Sonu w ilə bitən sonluqları da burada göstərir ki, shower, shower, showers, famous, more famous, most famous ifadələrində burada iki şəxsdən danışıldıqda müqayisədə more, most düzəlir. More comfortable than, the most comfortable, the əsasən sifətləri artırılır, the most comfortable olur. Pozitiv degree-ni düzəldən şəkilçilər vardır. Gəlin bunları oxuyaq, öyrənək, yadda saxlayaq. Bunlar mütləq lazımdır, testlərdə düşür. As, easy as. Məsələn, as-in arasında sifət gəlir. Not so as, not so easy as. Rise, easy. Very easy, quite easy. Bunlar adi dərəcəni göstərir. Enough, easy enough. Too difficult, so that, such that ifadələrində də biz bunları deyə bilərik ki, bunlar pozitiv degree-ni düzəldir. Bir də təkrar edirik. As, not so as, rise, very, quite, enough, too, so, such ifadələri adi dərəcənin göstəricisidir. Baxırıq burada nə deyir? Not really as adjective as. Natural is not nearly as smart as Mira. Natural demək olar ki, yox mənasında işlədilib. Demək olar ki, yox. As smart as Mira kimi demək olar ki, ağıllı deyil. Not as ifadəsi vardır. Not nearly as. Not nearly as. Biz not so as deyirik, ancaq burada ifadədə görülür ki, not nearly sözü varsa, not nearly as-dən istifadə edirik. Big difference, böyük fərq vardır. Mira is much smarter than Tural. Turaldan daha çox ağıllıdır. There are not nearly as many people in the conference today as there were yesterday. Onlar demək olar ki, are not nearly as many görürük burada many ifadəsində burada işlədə bilərik. As many people, görürsünüz, as-in arasında nə qədər bir böyük bir fərq vardır. As many people in the conference today as. Deməli, bunu da yadınızda saxlaya bilərik ki, not nearly as many görəndə bu ifadədən istifadə edirik. Digərlərinə baxaq. Does not change nearly as much as. Does not change, not nearly as much as. Deməli, buradan da yadımızda saxlayırıq. Not nearly as many as, not nearly as much as. Başdan many-dən sonra görürsünüz, isimdə gəlib, təyin edici kimi bugünkü konfransda iştirak edən insanlar birləşməsində iştirak edir. Digərlər nearly, almost, not quite birləşmələrinə baxırıq. As adjective as. Nearly'yə baxırıq. Nearly as to as ifadəsi. Nearly as tall as. Digərlərinə baxırıq. Is not quite as big as. Not quite as big as ifadəsini də görürük biz. Quite as long as ifadəsi də deməli not quite. Bunları da əzbərləmək lazımdır. Nearly, almost, not, quite, as ifadəsidir.
Yenə təkrarlayaq. Nearly, almost, not, quite əzəz ifadəsidir. Quite və just-da baxırıq. Quite və just plus as, adjective as. Quite just, quite deməli just as important as, quite as important as. Bunları mütləq öyrənməliyik ki, testlərdə bunlar düşür. Much, çox, a little, a bit, biraz mənalarına baxırıq. A little, a bit, biraz, a lot, çox, far, xeyli, xeyli çox, daha, slightly, cüzi, az, cüzi az, zen, nisbətən daha, between arasında, no, any, heç, yox, to become, to grow, to turn və s. feillər olmaq, çevrilmək mənasında bu sözlərdən sonra müqayisə dərəcəsində seçirik. Much B-də much more interesting ifadəsi var. Əgər sifət negativ məna ifadə edirsə, budur. Much-a baxırıq. Çox, a little, a bit, biraz mənasında, a lot, çox, far, xeyli, çox, daha mənası, slightly, cüzi, az, zen, nisbətən, daha, between arasında, no, any, heç, yox, to become, to grow, to turn və s. feillər olmaq, çevrilmək mənasında bu sözlərdən sonra müqayisə dərəcəsini seçirik. Much better, much more interesting. Əgər sifət negativ məna ifadə edirsə, bu göstəricilərdən sonra adi dərəcədə də işlənə bilər. A little anxious. Əgər sifət negativ məna ifadə edirsə, bu göstəricilərdən sonra adi dərəcədə işlənir. Buna xüsusi fikir verin. Sifət və zərfin müqayisə dərəcəsi nə qədər, o qədər mənasında C müəyyənlik artiklı ilə işlənilir. Z nə qədər, o qədər. Məsələn, the more described you are, the more successful you will be. The more careful you work, the fewer mistakes you may make. Z müqayisə dərəcəsində işlədilir. Digərlərinə baxırıq. One of, biri, of all, hamısından, have evə, nə vaxtsa, indiyə kimi, has evə, had evə, among arasında, which of, hansı, müqayisə dərəcəsində işlənə bilir. In, on, at, yer bildirən sözünlərlə üstünlük dərəcəsi işlədilir. Bunu bir də yadınıza salaq. One of all, have evə, has evə, had evə, among arasında, which of, hansı, müqayisə dərəcələrində işlənir. In, on, at, yer bildirən sözünlərlə üstünlük dərəcəsi işlənir. Sifətdən sonra ismin olub-olmamasından asılı olmayaraq, üstünlük dərəcəsində Z müəyyənlik artiklı işlədilməlidir. The hardest, the most difficult və s. Lakin bəzi hallarda üstünlük dərəcəsində sifətin qarşısında Z artiklı işlədilmir. Sifətin qarşısında yiyəlik əvəzliyi və yiyəlik halda olan isim olarsa, my Z, young's brother işlədilməz də. Deməli, Henry's latest book yox, Henry's latest book işlədilir. Yəni, burada Z artiklı düşür. Z artiklı nə zaman olmaz? Sifətin müqayisə dərəcəsində baxırıq. Sifətin qarşısında rəqəm olarsa düşər. Məsələn, Z most favorite cartoon. Sifətin qarşısında işarə əvəzliyi işlədilərsə, bu zaman Z düşər. Deməli, rəqəmdir, işarə əvəzliyidir, yiyəlik haldır, yiyəlik əvəzliyidir. Əgər cümlədə üstünlük və müqayisə dərəcəsində olan sifətlər və and bağlayıcısı ilə bağlanarsa, hər ikisi eyni dərəcədə işlənər və əvvəldə gələn söz hər ikisinə aid olur. The most interesting and beautiful. Bu cümlədə də görürük ki, most interesting and varsa, hər ikisinə aiddir. Nə aiddir? Üstünlük dərəcə hər ikisinə aiddir. Məsələn, a more interesting and expensive book. E artiklı hər ikisinə aiddir. Z artiklı hər ikisinə aiddir. Əgər cümlədə üstünlük və müqayisə dərəcəsində olan sifətlər və bağlayıcılar varsa, üstünlük dərəcəsi mostdur, onun artıq qabağında Z işlənir və and varsa hər ikisinə aiddir. Digərlərinə baxırıq. Big difference, much, far, a lot ifadəsinə baxırıq.
komparativ müqayisə dərəcəsində işlənir. The program far more expensive than the other one. Bu ifadədir. Far more expensive programs in trade schools are much shorter than four-year college course. Slightly, a bit, a little müqayisə dərəcəsində işlənər. Is slightly easier than Russian. The Caucasus is a bit more difficult. We use easily and by far as intensive with superlative adjective. Yəni bunlar üstünlük dərəcəsində işlədilir. Easily and by far. Easily by far plus superlative degree. Easily by far. Easily the grades. Easily həm də by far. Bunu yadınızda saxlayın ki, üstünlük dərəcəsidir. Deməli, burada nə yadımızda saxlayırıq? Muchdır, fordur, a lotdur. Muchdır, fardır, a lotdur. Müqayisə dərəcəsidir. Much, far, a lot. Digərlərini də yadımızda saxlayırıq ki, slightly, a bit, a little müqayisə dərəcəsinin göstəricisidir. Digərlərinə baxırıq. Good pozitivdir, better müqayisədir, best superlativdir. Good student dedikdə good student adi dərəcədə, better student müqayisə dərəcəsində best. Good, better, best. Bad, worse, worst. Little, less, least. Much, many, more, most. Far, farther, further, farthest, furthest ifadələrinə də fikir verək ki, burada müqayisə dərəcəsində further-ın bir mənası da əlavə deməkdir. Məsələn, this store is far from here. Mağazin buradan uzaqdadır. Old, eldə, eldəs. Dərəcələrinə də baxırıq. My old sister is coming. My elder sister is already here. Farther və further baxırıq. Farther sözü indicate a greater physical distance or a greater degree or extent of something. Farther daha uzaq mənasını ifadə edir. Yəni burada deyir ki, bir sözdür ki, göstərir bizə, nəyi göstərir? Fiziki distansı, məsafəni, fiziki olaraq məsafəni yaxud da böyük dərəcəni, nəyinsə həcminin daha uzaq olduğunu göstərir də. Comparative distance or degrees. Bunlar müqayisə dərəcəsində demək, burada deyir ki, bu tez-tez müqayisə dərəcəsində işlədilir. For example, biz deyə bilərik ki, the store is farther down the road than I thought, or he ran farther in, məsələn, he ran farther in the race than his competitors. O daha uzağa qaçdı. Məsələn, further isə burada bildirir ki, əlavə mənasında, addition distancedır. Is an adverb or adjective that refer to greater extent, addition distance, more progress or addition effort. Burada da qısaca deyilir ki, əlavə mənasındadır. Həm zərfdir, həm də sifət kimi çıxış edə bilər. Deməli, I need to study burada zərf kimi çıxış edib. We are making further burada sifət kimi further improvements. Further'dən sonra gələn isimdirsə burada çıxış edib sifət kimi. Digərlərinə baxırıq. Further, but not farther. Further, farther demək deyil. There are some occasions when we can use further but not farther. Burada bəzi hissələr vardır ki, biz further'dən yox, further'dən istifadə edirik. We use further before a noun kimi, noundan əvvəl further. To mean extra mənasında bildirir. Yəni ki, for further information görürük ki, burada daha çox əlavə məlumat kimi çıxış edir.
ekstra, əlavə məlumat. First, doll let off the right with a light passage taking her to the bathroom. Əlavə bir qapı, bundan əlavə bir qapı. Məsələn, burada further education əlavə bir təhsilin kolleciyasından söhbət gedir. We also use further to mean more. I don't purpose to discuss it any further. Biz purpose-dən istifadə, yəni məqsəd kimi istifadə edə bilmərik. The expression further to is often used in formal letters and email. Yəni burada da deyir ki, further formal mənada e-maillərdə, məktublarda kimsə yazır da, yəni bunları yazırsa biz further to istifadə edə bilərik. Further to my email of 22 January 20, məsələn 22 yanvarın e-mailinə əlavə olaraq. Digərlərinə baxırıq. Later. Later is referred to a point in time that is subsequent or after the current moment or previously mentioned time. Later burada bildirilir ki, sonuncu deməkdir. Məsələn, I will meet you at the park later today. Mən parkda səninlə later today, bugündən sonra görüşməyəcəm. Yəni görüşəcəm. Sorry. Bir də deyək, I will meet you. Mən səninlə görüşəcəm parkda bugündən sonra. I couldn't finish the report now. Mən qurtarmayacağam məruzəni. Mən indi məruzəni qurtarmayacağam, ancaq mən onu sonra mənasındadır. Later burada bir də bir çox mənaları var. Burada letter'nin sonra mənasında istifadə olunubdur. Later isə buna baxırıq ki, iki hissədən danışılır ki, the latter is more expensive. Deməli, there are two options. Nümunələrdə daha çox yaxşı yadınızda saxlaya bilərsiniz. Burada iki seçim var. Sən avtobusda yaxud da qatarla gedə bilərsən. İkincisi the latter istifadə olunur. In the first and second chapters, birinci və ikinci chapterlərə baxırıq. The former discuss history, while the latter focus on the yəni burada da birinci və ikinci chapter vardır və ikinci chapterdən söhbət gedir. Older is a comparative adjective that is used to compare the age of two or more people or things. Older'ın isə mənası older than her brother John. Older than görürsünüz. Məsələn, this book is older than the one I read last week. Evdə isə əsasən müqayisə dərəcəsinin göstəricisidir, ancaq burada mənalar var. Evdə offer, to sister, ailədə ən böyük dedikdə işlədilir. The older of the two brother, onun qardaşlarından böyüyü mənasında işlədilir. O da daha çox yaşlı mənasında işlədilir. Onun yaşlı daha çox, məsələn, Sara onun qardaşı Johndan daha yaşlıdır. Kitab daha köhnədir mənasında işlədilir. Gradable, non-gradable adjektivlərdə. Gradable, məsələn, burada bu dərsdə, gəlin dərsə saxlayaq. Üçüncü hissədə bunları izah edərəm. Daha yaxşı yadınızda saxlayarsınız.